Dinləyək inşallah bu günləri birinci video rolikimizdir. Мы присягаем ему, как посланник Аллаха присягнул когда-то. Biz deyir Həzrəti Əliyə beyyət edirik. Necə ki vaxtı ikən Peyğəmbər sallallahu aleyhi və səlləm ona beyyət etmişdir. Даже посланник Аллаха, да благословит его Аллах и приветствует, присягнул Али, да пребудет над ним. Hətta Peyğəmbər sallallahu aleyhi və səlləm belə Həzrəti Əliyə nə etmişdir? Beyyət etmişdir. Subhanallahil azim. Bu böyük bir iftira və Allah Rasulunun adından yalan danışmaqdır. Çünki biz bilirik ki bütün sahabələr, başda da Həzrət Əli olmaqla Allah Rasuluna beyyət etmişlər. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və sallallahu ala Muhammedin və alihi tahirin. Və la'nu daimi ala a'daihim ecma'in. Əziz qardaşlardan biri bizə bir video yolladı və baxanda məlum oldu ki, vəhabilərdən biri güya öz aləmində şiəliyi tanıyaq formatında kəsib doğrayır şiə alimlərinin, ilahiyyatçılarının çıxışlarından və özünə sərf elədiyi hissəni təqdim edir. Deyir ki, bax şiəlik budur və adında şiəliyi tanıyaq qoyub. Baxın, bu nasibilərin, əhl-i-beyt düşmənlərinin bir dənə nadanlıqda budur ki, bunlar şiəliyi tanıyaq adı ilə bəhslər eləyirlər. Amma götürürlər hansısa şiələrin çıxışlarından fraqmentlər, epizodlar kəsib doğrayıb video düzəldirlər. Axı, vicdanlı adamlar bilirlər ki, hər hansısa bir ilahiyyatçının qeyd elədiyi bir söz bütün şiəliyin sözü ola bilməz. Ola bilər ki, onun yanında səhih bildiyi bir rivayət məşhur şiə alimlərinin yanında əslən səhih deyil. Və yaxud da qeyd elədiyi rivayəti hətta özü də məsələn səhih dərəcəsində bilmir. Və yaxud da məsələn, əgər həmin videoları tapıb internetdə baxsanız, 100% əmin olun ki, vəhabilər orada kəsiblər, doğrayıblar, yalandan düzüb qoşub özlərinə lazım olan hissəni qeyd ediblər. Və yaxud da hər kəsə məlum olan şiəlikdə bir əqidə var, məsələn, onu qeyd eləmirlər. Həmin alimin sözü zahirən biraz mübaliğəli görünəndə götürüb deyirlər ki, baxın, şiəlik budur. Əslində vicdanlı adam nə etməlidir? Vicdanlı adam həmin məsələdə şiənin əqidə məsələsidirsə əqidə kitablarına, fiqh məsələsidirsə fiqh kitablarına baxmalıdır ki, görəyib onun dedikləri həmin kitablarda necə qeyd olunub. Ondan sonra o barədə danışa bilər. Buna qalsa biz o qədər mənbələr gətirə bilərik, o qədər sayları çoxdur, o qədər rəyləri çoxdur, ixtilafları çoxdur, batıl sözləri çoxdur, yalan danışdıqları məqamları çoxdur. Biz də gətirərik hədislərin səhih, zəif sənədinə filan baxmadan qeyd eləyərik ki, baxın vəhhabilik budur. Və biz inşallah Teala vaxtımız çatan qədər həmin videolarını qeyd edəcəyik və inşallah Teala özümüzü müdafiə üçün nə cür yalan danışdığını, nə cür saxtakarlıq etdiyini göstərəcəyik. Şiəliyin müdafiəsindən əlavə həm də onların da batıl əqidələrini üzə çıxaracaq. Məsələn, şiəliyi tanıyaq adı ilə bunlar qeyd ediblərsə, biz bəli həmin mövzuda şiəliyi tanıdacaq, həqiqəti göstərəcəyik ki, əslində məsələ bu cürdür və onun yanında da vəhhabiliyi tanıyaq adı ilə bir və yaxud ola bilər iki məsələni qeyd edək. Deməli, bunların göstərdikləri məsələ nədən ibarətdir? Birinci videoda göstərir ki, bir şiə ruhanisi deyir ki, Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm özü İmam Aliyə aleyhissalam beyyət edib. Baxın, bu sözü həmin alim məcazi mənada işlədib. Yəni, bu mənada işlədib ki, o, İslam Peyğəmbəri sallallahu aleyhi və alihi və səlləm özü İmam Aliyin aleyhissalam imamətini bəyan edib, imamlığının tərəfdarı olub. Bunu hamısı bilir. Yox, əgər sənin buna şübhən varsa, fərz elə ki, sən deyərsən ki, yox, bunu bu insan özü dili ilə etiraf edir. Bunun müqabilində sən açıb şiənin bu barədə əqidəsinə baxmalısan və görməlisən ki, şiəlidə belə bir şey yoxdur ki, Peyğəmbər beyət edib bu mənada ki, İmam Aliyin aleyhissalam özünə rəhbər bilib. Yox. Beyət budur ki, insan bir kəsə beyət edir, onu özünün imamı, rəhbəri, başçısı qərar verir. Və şiənin məşhur əqidəsi bundan ibarətdir. Ən böyük dəlili də Qədrxum dəlilidir və başqa dəlilləri də var ki, Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm o dəlillər əsasında, o bürhanlar, hüccətlər əsasında İmam Aliyə aleyhissalam xəlifə və imam qərar verib. Həmin alim də, həmin minbərdə danışan şəxs də bunu qəsd eləyib. Sən dürüst insansansa, vicdanlı insansansa, təmiz insansansa, gözəl bilirsən ki, şiənin məşhur əqidəsi bundan ibarətdir. Bütün şiələr burada yekliklə ittifaq ediblər ki, Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm özündən sonra İmam Aliyə aleyhissalam xəlifə qərar verib və onun imamlığının tərəfdarıdır. Bu mənada
həmin şəxs bunu qeyd edə bilər. Və bunu biləndən sonra biz burada iki məqamı qeyd edəcəyik ki, göstərək ki, Vəhhabiliyi tanıyaq başlığı altında göstərək ki, bunlar əslində necə bir tayfadırlar. Baxın, biz niyə görə deyirik ki, bunlar yalandan düzüb qoşurlar? Dəfələrlə Fisəbillah YouTube kanalımızda var. Dəfələrlə göstərmişik ki, necə düzürlər, qoşurlar, kəsib doğrayırlar, videolar düzəldirlər və yalanlarını ifşa etmişik. Baxın, bunların bir alimi var, İmam Nəvavi kimi tanınır. Müslimə də bir dənə şərh yazıb Səhih Müslim kitabında ki, bunlar bunu səhih bilirlər. Riyadus Salihin min Kəlami Seyyidil Mursalin adlı bir kitabdır. Dar ibn Kəsir tərəfindən çap edilib. Baxın, bu kitabın 433-cü səhifəsində həmin şəxs, bunların imamlarından olan İmam Nəvavi deyir ki, hər bir deməli bəyənilən məqsəd əgər yalansız ələ gəlirsə, yalan danışmaq olmaz. Amma yalansız ələ gəlmirsə, yalan danışmaq icazəlidir. Riyadus Salihin min Kəlami Seyyidil Mursalin adlı bir kitab var. Dar ibn Kəsir tərəfindən çap edilib, Diməşq, Beyrut çapıdır. Təliq və təhqiq doktor Mahir Yasinə aiddir. Bu İmam Nəvavi kimi tanıdıqları şəxsin kitabıdır. Bu kitabın 433-cü səhifəsində diqqətlə qulaq asın. Deyir ki, فَكُلُّ مَقْصُودٍ مَحْمُودٍ يُمْكِنُ تَحْصِيلُهُ بِغَيْرِ الْكَذِبِ يَحْرُمُ الْكَذِبُ فِيهِ. Deyir, hər o bəyənilən məqsəd, hədəf, fəkullu umum siğələrindəndir. Bütün hər o bəyənilmiş hədəf ki var, məqsəd ki var, yumkinu təhsiluhu bi qeyril kəzibi, yalan danışmadan onu ələ gətirmək mümkündürsə, yahrumul kəzibu fihi, bu barədə yalan danışmaq haramdır. Və in ləm yumkin təhsiluhu illə bil kəzibi, cazəl kəzibu. Deyir, əgər bunu ələ gətirmək, bu bəyənilmiş məqsədi, hədəfi ələ gətirmək yalandan başqa bir şeylə mümkün deyilsə, ancaq yalanla mümkündürsə, icazəlidir yalan danışasan. Bunlar da istəyirlər ki, özlərini şiəyə qalib göstərsinlər, yalansız bacarmırlar, yalandan istifadə edirlər. İndi gəlin Vəhhabili tanıyaq babından ikinci bir bunların əqidəsinə toxunaq və biz də sənədli şəkildə, sübutlu şəkildə öz mənbələrindən bunu qeyd edirik. Sahih Müslim kitabı var. Darut Teybə tərəfindən çap edilən nüsxəyə baxa bilərsiniz. Mühəqqiq Nəzər İbn Muhammed Əl-Fəriyabi Əbu Quteybə, səhifə 36. Kitabul İmanda bir dənə uzun rivayət var. Xülasəsi bundan ibarətdir ki, Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm Əbu Hüreyrəyə bir cüt ayaqqabı verir, onu göndərir təbliğə. Ömər onun qabağına çıxır, Əbu Hüreyrəyə bir yumruq vurur, Əbu Hüreyrə yıxılır yerə. Gəlir Peyğəmbərə şikayət edir. Peyğəmbər Ömərə deyir ki, sən bu işi görmüsən? Deyir, bəli. Sonra Ömər Peyğəmbərə deyir ki, ya Rasulallah, sən Əbu Hüreyrəyə demirsən ki, geçsin kim la ilahə illallah desə onu müjdələsin cənnətlə. Peyğəmbər deyir, həri. Ondan sonra Ömər deyir ki, ya Rasulallah, belə bir iş görmə. Çünki onlar arxain olarlar buna ki, elə kəlmə-i şəhadəti deyək, bu bəsdir. Dahi başqa işlərə gəlməzlər. Yəni, məsələn, xumus verməzlər, məsələn, zəkat verməzlər, cihadda iştirak eləməzlər və s. Peyğəmbər də buyurur ki, yaxşı, boşlayaq. Yəni, bunların əqidəsinə baxın. Bunların əqidəsində Ömər Peyğəmbərdən ağıllıdır. Bunların əqidəsində Ömər Peyğəmbərdən İslama daha ürəyi yanır. Bunların əqidəsində Ömər Peyğəmbərdən çox bilir. Ömər Peyğəmbərdən üstündür. Bu tayfa, bu firqə utanmadan gəlir bizi görün nədə ittiham eləyir. Velhamdülillahi Rabbil alemin. Allahümmə salli alə Muhammedin və alihi tahirin.